Salam dostlar, bugün size yeni tapdığım bir website var. Daha doğrusu bir dostumun gönderdiği website var. Buradan tahminen 260 dolar değerinde bir shopping elədim, yəni bazarlıq elədim və buna cəmi 50 dolar ödədim. Bu səhv eləmirəmsə bu həmin website'ın belə deyək bir kampaniyası idi. Baxa görə nələr gəlib. Yəni aldıqlarım yadımdan çıxıb açığı. Çünki 10 gün olar ki almışam. Daha doğrusu hələ 10 gün olar ki almışam. Baxa görə nələr var. Bunları sizinlə bərabər yəni tam səmimi deyim, lazım olan heç nə almamışam buradan. Sadəcə maraqlı bir şey almışam. Şöyle Electric Grinder. Grinder'di bu. Mətbəx üçün istifadə olunan şey oxşuyur. Böyle nəsə bir şeydir. Batareyka ilə işləyir bu. Buna batareyka taxırsınız. İçine de neyse doldururuq. Ne var burada? İçinde şotka var. Ədviyyat falan doğramaq üçündür. Duz tökmüşəm. Duz qabı kimi istifadə etmək olar bunu. Yəni çox böyük bir şeylər yox, ədviyyat, ot. Nə bilim belə şeylər doğramaq üçündür. Buna əgər yaxşı çıxsa bundan əlavə bir video çəkəcəm. Sadəcə belə çox detallı getmək istəmirəm hamısının üzərində. Qısa göstərim nələr çıxıb. Sonra bunlar haqqında detallı çəkə bilərik. Onu kamera gözəl çəkir. Saat. Hədiyyə vermək üçün, yəni qohum əqrabaya, dostu, tanışa normal saat 50 dolar dəyərində idi səhv eləmirəmsə. Bunu çox güman özüm taxmayacağam çünki gündəlik taxdığım saatim var. Bu barədə saat videosu da çəkəcəm sizə. Qəşəng saatdır. Buradan belə göstərim bütün kameralara. Bu arada bu saytı Tubi, Temo daha doğrusu Temo.com'du belə bir şeydi. Proqramı da var, application'ları da var. Bu saatin saytını, yəni bu website'ın linkini sizinlə paylaşacağım. İstəyən oradan bazarlıq eləyə bilər. Burada bir dənə yaddaş kartı var. Bu nədir görürsən? Maşın kamerası. Hə, bunu əslində lazım idi maşına. Hətta USB ilə işləyirsə əla. HDR kameradır. HDR DVR USB ilə işləyir və üzərində 32 GB-lıq bir yaddaş kartı ilə gəlir. Yapışdırırıq şeyə, dashboarda, patpresə. Bu da buradan hərəkət edir belə. İstədiyimiz görüntünü əldə edəndə bir dəfəlik orada qoyuruq. Yəni çox rahatlıqla hərəkət edən bir şey də deyil, çətinliklə olan bir şey. Yəni maşın hərəkət edəndə bu tərpənmir. Bir dəfəlik ayarlayıb qoyuruq. Üzərində funksiya düymələri yoxdur. Çünki proqramla işləyir. Bir dəfəlik maşına bağlayırıq. Maşında məndə Android monitor var. Monitora bağlayırıq. Oradan hər şeyi proqram üzərindən həll eləmək olur. Şimdi yer qalmır. Bu nədir? Bu plastik pry tool deyirlər. Bunu nəyisə açmaq üçün, əsasən mən maşında məsələn elə monitoru dəyişəndə ya nəyisə dəyişəndə ya da ki bunun elə kameranın kabelini salanda maşının bəzi yerlərini çıxartmaq üçün istifadə edirəm. Bir neçə fərqli çeşidləri var belə. Maraqlıdır. Yəni lazım, əgər mənim üçün belə maşının nəyinisə customize deyirlərdi onu.
Yəni nəyisə dəyişməyi xoşlayırsınızsa maşında bunları istifadə etmək yaxşıdır. Hətta bu da qəşəng bir şeydir. Burada yığışdıraq. Bunları tökürəm, sonra yığışdırma var. Sonra bir dənə də Android saat. Mən də yenə deyirəm, bunların heç birini özüm istifadə etmirəm. Hətta ola bilər ki, bir dənə də bazarlıq eləyib YouTube-da kampaniya təşkil eləyərik. Yəni kim qalib olursa onlara hədiyyələr veririk. Təbii ki, bunlardan yox, daha fərqli maraqlı şeylər. Bu prostoy bir saatdır. Yəni Apple-la falan əlaqəsi yoxdur. Please charge before. Əslində bu birəbir iPhone Apple-ın saatına oxşuyur, amma deyil. Bu zaryadka qoymaq lazımdır yəqin ki. Amma yəni kənardan baxanda birəbir oxşuyur. Düzdür. Nə dərəcədə düzgündür onu istifadə eləmək taxmaq bilmirəm. 45 mm. Bildiyin yəni Apple-dan kopyalayıblar bunu. Kopya saat. Qoyum aşağı. Daha sonra bu var. Nədir bu? Qoyacaq da. Bunların hamısını eyni saytdan sifariş eləmişəm. Mən normalda məsələn Amazondan nəyisə sifariş eləyəndə çox vaxt ayrı-ayrı günlərdə gəlir, ayrı-ayrı qutularda gəlir, amma bu hamısı birlikdə gəlib, hamısı da New Jersey'dən, Çindən gəlib. Yəni baxanda ki, orijinal göndərildiyi yer Çindir. Bu qəşəng şeydir. Atyorka dəstidir. Hətta maqnitli. Atyorka dəsti deyəndə başlıqlarıdır desən. Yox, Atyorkanın özü də var. Bunu mən almışdım ki, belə. Açığı bunu xatırlamıram, bunu mən aldığımı. Bəlkə də almışam, bilmirəm. Amma qəşəngdir. Haradasa bana görə neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 100 dənə. 100 dənə başlığı var. Belə istədiyimizi taxırıq. Nəysə açıb bağlamaq üçün istifadə edirik. Qəşəng kompaktdır. Bundan var açığı məndə. Amma əgər yenə lazım olarsa, ya nəyəsə lazım olarsa istifadə eləmək olar. Bu arada bayağı qalın yer var. Elə bildim nəsə var orada da, amma yoxdur. Belə. Bu qutu. Bayağıdan çıxartmağa çalışıram. Bu arada bunu qoyaq bunu. Bu nədir görürsən? Yox. Bu ışıqdır. Işığı hara taxam? Belə bir uzadıcı ilə taxacam indi. Belə maraqlı saatdır. Setup eləmək olur. Maraqlı şeydir. Qaranlıqda baxmaq lazımdır. Şəklini çəkib əlavə eləyərəm burada. Qəşəng. Olsun, bu da burada qırıldı deyəsəm. Burada bu nədir? Bu da bayaqki Atyorka dəstindəndir. Bunu da açıq xatırlamırdım. 2 dənə göndərdilər. Eynisindəndir. Bunun içində də hətta bu nədir? Pinseti var. Uzadıcısı var. Bu plastik nəyisə qaldırmaq üçün belə. Belə şeyləri var. 2 dənə göndəriblər. Bunu baxacağım görüm ordurum nə qədər idi, nədir. 2 dənə göndəriblər, bədbəxtlər. Mən yəni birini sifariş elədiyimi xatırlamıram dediyim kimi. Bu. Nədir? Çox
saat da 1000 voltdur, nədir? Bu saatın zaten əlini dəyəndə bilirsən ki, yəni üzündən baxanda bilirsən ki, yəni dandikdir. Hətta yəni buradakı bu cızıqlar onu deyir, yəni bu elə bir dəmirçi kəsib qoyub, saat düzəltməyib. Bunu düzəldirsiniz, biraz sərgəli düzəldin. Əsgərlikdə mənə belə bir saat vermişdilər. İndi onu xatırlayıram, yaxşı xidmətə görə. Nə xidmət edirsə artıq. Bunu vermişdilər, yəni. Komandirə yaxşı. Neysə. Qurtardı. Axırıncı toplamda neçə hədiyyə oldu saymadım, amma belə bir paketin içində gəlir və sonuncunu açıram. Keyboard, klaviatura. Belə bir klaviatura, bunu da elə. Baha işıqları zad varsa. İşıqları da yəni öldüm yanlış, amma olması da yoxdur, yəni elə klaviaturadır. Evdə 3-4 dənə klaviaturam var. Bu da oldu 5. Kənarları buraları çox sərtdir. Yəni yazanda adamın əlini incidir. Amma heç yoxdan yaxşıdır. Bundan sonra bir neçə dənə kutu açılışım var. Onlar tam detallı çəkmək istəyirəm. Onları da detallı çəkəcəm sizə bu barədə, bu üçü barədə və hətta bir neçə də kutu var. Onlar barədə də çəkəcəm. Belə. Bu kimi videoların davamını görmək istəyirsinizsə, zəhmət olmasa rəylər bölümünə rəy yazın və həmçinin ümumiyyətlə kutu açılışı videoları istəyirsinizsə rəylər bölümünə yazın. Əgər görsəm ki, Azərbaycanda bunun baxış sayı azdır, təbii ki, ingilis dilində çəkib Amerikanlar üçün başqa bir kanal açmalı olacağım. Çünki doğrudan çox alış-veriş edirəm online və bunların hamısını paylaşmaq istəyirəm. Bu kimi videoları görmək istəyirsinizsə rəylər bölümündə yazın və videonu bəyənməyi unutmayın. Çünki mənə elədə biləcəyiniz ən böyük yaxşılıq videonu bəyənməyiniz olar. Və həmçinin əgər qəşəng kreativ fikriniz varsa ki, yadımdan çıxdı ona, giveaway deyirdilər də, səhv eləmirəmsə. Yəni, məsələn, bu kanalın hər hansı bir izləyicisinə açığı heç vaxt eləməmişəm. Bir hədiyyə vermək istəyirəm və ya öz yeni aldığım şeylərdən biri ola bilər və ya nəsə bir Apple-ın naushniku ola bilər, hər hansı bir şey ola bilər. Belə bir fikriniz varsa, onu da videonun rəylər bölümündə yazmağınız əla olar və mən də oradan bir ideya sahibi olarım və oradan yola çıxaraq nəsə bir şey eləyə bilərəm. Sizə də maraqlı olar, mənə də maraqlı olar. Çox sağ olun. Videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Görüşənədək.